Salam, xoş gördük hər birinizi, hörmətli müəllimlər. Mən Ovçiyeva Aytən, müəllimlər işə qəbul müsabiqəsinin müsahibə mərhələsində ibtidai sinif müəllimləri üçün verilmiş icmal mövzularından birini, yəni esse mövzusunu sizlərə təqdim edəcəyim. Dəyərli müəllimlər, nəzərinizə çatdırım ki, ödənişli əsaslarla icmal mövzuları hazırlanır. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. İlk öncə onu deyim ki, ibtidai sinif şagirdlərində esse yazmaq bacarığı o düzgün yazı bacarıqlarının formalaşdırılmasının içərisindədir. Yəni şagirdlər esse yazmağı öyrənmələri ibtidai sinif müəllimlərinin üzərinə düşür. Biz artıq ibtidai sinif müəllimi olaraq 1-ci, 2-ci, 3-cü və 4-cü siniflərdən şagirdlərdə düzgün yazı bacarıqlarını, orfoqrafik normaları, rəayət olunma qaydalarını öyrətmiş oluruq. Esse ilə bağlı seçdiyim standartı sizlərin nəzərinə çatdırıram və ilk öncə onu deyim ki, təlim nəticəsini hər gün lövhədə yazı alt standartı və standartdan çıxartdığımız təlim nəticəsi şagirdləri mütləq şəkildə dərs prosesi zamanı nəzərinə çatdırmalıyıq. Azərbaycan dilinin 4 məzmun xətti var. Dinləyib anlama, oxu, yazı və dil qaydaları. Bugünkü mövzumuz esse yazı ilə bağlı olduğuna görə mənim seçdiyim alt standartın da birinci rəqəmi məzmun xətti yazını əks etdirir, yəni 3 ilə başlayır. 3-1-4 alt standartını seçmişəm. Standartın açılışı mühakimə xarakterli kiçik esse, inşa və rəy yazır. Təlim nəticəsi oxuduqları və eşitdiklərini ümumiləşdirərək kiçik həcmli esse yazır. Mövzumuz esse, iş forması fərdi və kollektiv, iş üsulu beyin həmləsi. İnteqrasiya isə həyat bilgisini seçmişəm və həyat bilgisi fənləri arası inteqrasiya növdə orada üzrlüsən, yadımdan çıxıb fənlər arası sözünü yazmağı unutmuşam. Fənlər arası və real həyatla əlaqəli fənüstü inteqrasiya. Çünki essenin mövzusunu bir qədər irəliləyən dəqiqədə görəcəksiniz ki, Qarabağ Azərbaycandır mövzusunu seçmişəm. Resurslarımız isə dərs prosesi zamanı bizə lazım olan əşyalardır ki, onlar da bunlardır. Dərslik, metodik vəsait, iş vərəqləri. Dəyərli müəllimlər, artıq şagirdlər aşağı siniflərdən, 3-cü sinifdən, 2-ci, 3-cü siniflərdən esseni yazarkən hansı mərhələlərə diqqət eləməlidirlər? Bu mərhələlərlə tanışdılar. Nəzərinizə çatdırın. Birinci, şagirdlər esse yazarkən plan tutmalıdır. Daha sonra qaralaması olmalıdır essenin. İlkin mətn hazırlamalıdır ki, ilkin olaraq nəyi yazacağım, öz fikirlərini, redaktə, 4-də redaktə edir, son mərhələ, 5-ci də son mərhələ, 6 təqdim etmə olur. Yəni, uşaqlar bu etapların hər birini ardıcı olaraq bilməlidir ki, esse yazanda mən bu mərhələlərin hər birini plan, qaralama, ilkin mətn, redaktə, son mərhələ və təqdim etmə. Bu mərhələlərin hər birini ardıcıl olaraq keçməliyəm. Motivasiya mərhələsində şagirdlər düzgün yazı bacarığını daha dərindən formalaşdırmaq üçün esse mövzusunu təqdim edəcəm sizə. Esse yazacağımız mövzu Qarabağ Azərbaycandır. Şagirdlərə yönəldici suallar verirəm Qarabağla bağlı. Çünki artıq şagirdlər Qarabağla bağlı tam dolğun məlumatlıdırlar. Çünki yaxın keçmişdə baş vermiş hadisələrdir. Azərbaycanın döyünən ürəyi haradır? Dəmir yumruq əməliyyatı haqqında nə bilirsiniz? Döyüş meydanında azad olunan torpaqlarımız hansılardır? Sülh yolu ilə azad olunan torpaqlarımız hansılardır? Azərbaycan mədəniyyətinin paytaxtı haradır? Və s. kimi suallar verirəm. Bütün bu suallar dəyərli müəllimlər şagirdlərin qarşısında, esse müəllifinin qarşısında daha fərqli məsələlər qoyur. Şagird artıq başlayır müxtəlif spektrdə, müxtəlif sferalarda düşünməyə. Bu cür situasiya şagirdləri yaradıcı təfəkkürə sövq edir və şagirdlərin ideal düşünməsi, daha yaxşı düşünməsi üçün optimal variantdır. Şagirdlərdən beləliklə esse yazmaq bacarığı formalaşdırılmış olur. Yəni, esse yaradıcılıq tələb edən bir işdir. Hər bir uşaq eyni mövzunu fərqli formalarda təqdim edə bilər. Bir-birindən fərqli. Hər uşağın fərqli baxış bucağı var, dəyərli müəllimlər. Hər bir uşaq öz təfəkkürünə, öz təxəyyülünə uyğun mövzuya yanaşacaqdır. Deməli, konkret mövzu qoydum şagirdlərin qarşısına. Qarabağ Azərbaycandır. Şəxsi təəssürat və düşüncələrindən ibarət olmalıdır. Esse yazmaq subyektiv fikirdir. Uzun yazmaq olmaz.
qısa və lakanik olmalıdır. Yəni, əsas məzmundan kənara çıxmamaq şərti ilə yazılır. Əsas məzmunumuz nədir bizim? Qarabağ, Azərbaycandır. Niyə mən bu mövzunu seçmişəm? Dəyərli müəllimlər, mən bir müəllim namizəd olaraq işə qəbula gedirəm və digər basit mövzular seçməkdənsə bir müəllim üçün daha samballı, daha cəlb edici mövzu Qarabağ, Azərbaycandır mövzusudur ki, mənim nə qədər yəni adi verilən mövzuda belə Qarabağa toxunuşum mənim milli bəşəri dəyərlərə əsaslanan vətənpərvərlik ruhunda olan bir müəllim olduğumu orada müsahibə götürən müəllimlərə, yəni komissiya heyətinə nümayiş etdirmiş olur. Müəyyən sayda sözlərlə məhdudlaşdırılmalıdır esti. Uzun və qısa abzaslar növbələşmiş olmalıdır. Artıq şagirdlər nəzərinizə çatdırın ki, birinci sinifdən abzas anlayışı ilə tanışdılar. Abzasın nə olduğunu və abzasların necə növbələşdiyini bilirlər. Yəni, bunu da orada vurğulasa sizin müsbətdir ki, biləcəklər ki, müəllimlər artıq dərsliklə tanışdır. Birinci sinifdə proqramda nə var, 2-də proqramda nə var, məlumatlıdır. Hər şagird Qarabağ haqqında öz fikirlərini yazır. Təbii ki, həmin fikirlər müəllim tərəfindən dinlənilir və əvvəlcədən müəyyən olunmuş meyarlara əsasən yoxlanılır. Qiymətləndirmə meyarı şagirdlərin nəzərinə əvvəlcədən çatdırılır. Dəyərli müəllimlər, esseni qiymətləndirmək üçün mən analitik rubrikdən istifadə eləmişəm. Sual verə bilərsiniz, niyə? Nə üçün essenin qiymətləndirilməsini böyük bir analitik cədvəldən istifadə eləmişsiniz? Çünki esseni 4 səviyyədə 3 sferada qiymətləndirirəm. Essenin quruluşu, essenin məzmunu, essenin qrammatik baxımdan şagirdləri səhvlər edibmi, etməyibmi həmin istiqamətdə yoxlanışım. Dəyərli müəllimlər, bir-bir hər qiymətləndirmə səviyyəsini, hər birini oxumaq uzun-uzadı olur, yorucu olur, vaxt alır. 4-cü səviyyəyə uyğun olan qiymətləndirmə meyarını oxuyacağım. Essenin quruluşuna uyğun olan 4-cü səviyyə. Məntiqi ardıcıllıq, mövzuya uyğun rabitəli cümlələr və abzasları ardıcıllığını sərbəst müəyyən edir. 4-cü səviyyə 5 alan uşaqdır. Deməli, essenin məzmununu 4-cü səviyyəyə uyğun yazan uşağa essenin məzmununa görə 4-cü səviyyəyə yazmaq istədiyim uşağa qiymətləndirmə meyarını oxuyuram. Mövzu haqqında tam dolğun məlumat verib, zaman ardıcıllığı gözlənilib, məzmun həyatla əlaqələndirilibdir. Qrammatika durğu işarələrinin və orfoqrafik normanı yerli yerində işlədir, düşüncələrini aydın və səhvsiz yazıya köçürür. Bu isə qrammatik cəhətdən orfoqrafik normanın gözlənilməsi ilə bağlı qiymətləndirmə meyarıdır. Daha sonra formativ qiymətləndirmə zamanı şagirdlərə konstruktiv rəy verilməlidir. Hörmətli müəllimlər, şagirdlərə verilən konstruktiv rəy hər bir şagirdə fərdi verilməlidir. Hər bir şagirdin fəaliyyətinə uyğun verilməlidir. Onun düşüncəsinə, onun idrakına deyil, fəaliyyətini qiymətləndirməliyik və konstruktiv rəyi vaxtında verməliyik. Şagirdin birini digəri ilə müqayisə edə bilmərəm. Birinci səviyyədə 2 alan uşağa da konstruktiv rəy verməliyim. 4-cü səviyyədə 5 alan uşağa da konstruktiv rəy verməliyim. Məsələn, nümunə olaraq 4-cü səviyyəyə uyğun konstruktiv rəy yazmışam. Afərin, mən sənin fəaliyyətini yüksək qiymətləndirirəm. Hər zaman bu cür davam etsən, daha uğurlu nəticə əldə edəcəksən. Refleksiya mərhələsində isə müəllimlər BİBÖ cədvəlindən istifadə edirəm. Niyə BİBÖ cədvəlini seçmişəm? Dəyərli müəllimlər, çünki şagirdlər artıq bu 4-cü sinifə uyğun esse təqdimatı idi, 4-cü sinif şagirdlərinə uyğun. Artıq şagirdlər esse ilə tanışdılar. Bilirəm, esse haqqında nə bilirlər BİBÖ cədvəlində qeyd edirəm. İstəyirəm bilim. Uşaqlar esse haqqında nələri bilmək istəyirlər. Məsələn, orada bugünkü dərsdə günün sonunda təlim nəticəsində şagirdlər nələrə yiyələndilər. Bax, həmin o hissəni də öyrəndim hissəsinə qeyd edirik. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizlərə faydası toxundu dəyərli müəllimlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, yaxın zamanda həmkar olaraq bircə çalışarıq. Uğurlar müəllimlər, sağ olun.